Salam hörmətli müdavimlər, mən İbrahim. Bugünkü video dərsimizdə sizlərə gənclərin çağırışa qədərki hazırlığı rəhbəri, yəni bildiyimiz hərbi rəhbər vəzifəsinə hazırlaşan namizədlərin hansı materialları öyrənməli olduğunu haqqında olacaq. Bildiyimiz kimi bu vəzifə artıq test və ya müsahibə mərhələsi olmaqla ümumilikdə müsabiqə yolu ilə təyinatlar aparılır. Bizə lazım olan materiallardan biri də bildiyimiz kimi gənclərin ibtidai hazırlığı haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı var bununla bağlı. Bu qərar həmin dövrdə baş nazir vəzifəsində çalışmış Artur Rəssavi tərəfindən təsdiq edilmişdir. Qərar 1998-ci il 29 may tarixində 119 nömrəli nömrə ilə qeydiyyata alınıb, təsdiq edilmişdir. Gənclərin ibtidai hərbi hazırlığın əsasnaməsi belə gedir ümumilikdə. Burada nələrdən bəhs olunur? Gənclərin ibtidai hərbi hazırlığı Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarına, təhsil haqqında Azərbaycan Respublikasının qanununa, hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının qanununa, Nazirlər Kabinetinin qərarlarına, həmçinin bu əsasnaməyə və digər normativ hüquqi aktlara əsasən həyata keçirilir. Bu vacib olan məqamlardan biridir. İbtidai hərbi hazırlıq gənclərin silahlı qüvvələrdə xidmətə, çağırışa qədərki hazırlığının tərkib hissəsidir. Bu vacib olan məqamdır. Bu imtahanda bu cümlə tez-tez düşən cümlədir. Buna diqqətdə almağınız da tövsiyədir. Daha sonra Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığının gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasına, silahlı qüvvələrin vəzifələrinin xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaş üçün müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənirlər. Hərbi hissənin silah və sursatları, hərbi texnika, şəxsi heyətin yerləşdirilməsi, həmçinin sosial məişət tərzi ilə tanış olurlar. Qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnirlər. Mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənirlər. Bunları yadda saxlamaq lazımdır, çünki imtahanda, yəni namizədlərə bunlardan sorğu sual olunacaq. Yəni test mərhələsində qapalı tipli suallarla qarşılaşacaqlar, müsahibə mərhələsində isə artıq üzbəüz komissiyanın üzvləri tərəfindən bu suallar sizlərə ünvanlanacaq. Daha sonra ibtidai hərbi hazırlığın tabeliçiliyində və mülkiyyətindən asılı olmayaraq bütün ümumi təhsil, peşə təhsili, həmçinin orta ixtisas təhsil müəssisələrində, yəni orta ixtisas təhsil müəssisələri kolleclərdən söhbət gedir, dövlət əhəmiyyətli bir fən kimi hərbi rəhbər tərəfindən tədris olunur. Bunu yadda saxlayın. Əsgəri xidməti başa vurmuş, həmçinin bir təhsil müəssisəsində ibtidai hərbi hazırlıq proqramını tam bitirmiş şəxslər başqa bir təhsil müəssisəsinə keçdikdə hərbi rəhbərin dərslərinə cəlb olunmurlar. Yəni hərbi rəhbər vəzifələrinə təyin olunmurlar. Onlar yalnız belə deyim, hərbi rəhbərin köməkçisi kimi istifadə edilə bilərlər. Gənclərin ibtidai hərbi hazırlığına rəhbərlik deyiləndə isə ibtidai hərbi hazırlıq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti tərəfindən rəhbərlik və nəzarət edilir. Bax, xüsusi şəkildə qeyd edin ki, rəhbərlik və nəzarət edilir. Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi, yəni Elm və Təhsil Nazirliyindən söhbət gedir, tərəfindən gənclərin ibtidai hərbi hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkilinə, rəhbərliyin təmin edilməsi baxımından mərkəzi aparatının strukturuna ibtidai hərbi hazırlıq üzrə mütəxəssislər daxil edilir. Bunlar vacib olan məqamlardır. Bunları yadda saxlamağınızda fayda var. Çünki imtahanda bunlardan sizə sorğu-sual olunacaq. Daha sonra vacib olan məqam isə təhsil müəssisələrində direktor və hərbi rəhbərlərin vəzifələridir. Yəni direktor işə götürəndir də, yəni bildiyimiz kimi bir müəssisədə bir işə götürən olur və bir rəhbər olur. Amma burada təhsil müəssisələrində direktor və hərbi rəhbərlərin vəzifələri deyiriksə, demək ki, bunlar qarşılıqlı əlaqədə işləməlidir. Təhsil müəssisəsinin direktoru, yəni rəhbəri, ibtidai hərbi hazırlıq fənninin, tədrisinin, hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkili və gedişinin düzgün aparılmasına, tədris silahlarının, kiçik çaplı tüfənglərin və onlara aid patronların saxlanılmasına məsuliyyət daşıyır. Yəni məsuliyyət daşıyan şəxslər kimdir? Direktor və hərbi rəhbər. Bu iki şəxs, belə deyim, məsul şəxsdir və sadaladığım hallara görə məsuliyyət daşıyırlar. Daha sonra direktorun burada xüsusi vəzifələri var ki, onlar ayrıca bir, belə deyim sizə, bir cədvəl hazırlayırsınız. O cədvəlin daxilinə, belə deyim, üstdən yazılır direktorun vəzifələri.
Daha sonra hərbi rəhbərin vəzifələri də var, onu da ayrıca bir şəkildə qeyd edəcəyik. Sadəcə bunları ayrı-ayrı cədvəllərdə öyrənməyimiz daha faydalıdır ki, rahat formada bunu biz qavraya bilək. Yoxsa belə deyim, qarışdıracaq. Bu da problem yaradır bizə. Tədris prosesini vaxtında planlaşdırır. Kim planlaşdırır? Təbii ki, direktor və təşkil eləyir. Yəni söhbət burada direktorun vəzifələrindən gedir. Daha sonra ibtidai hərbi hazırlıq proqramının tam keyfiyyətlə yerinə yetirilməsini də təmin edir. Kim təmin edir? Təbii ki, məktəb direktoru. İbtidai hərbi hazırlıq dərslərinin səmərəli və keyfiyyətli keçirilməsi üçün yer ayrılır. Mütləq şəkildə. Ola bilər hərbi kabinet ola bilər, sinif otağı ola bilər. Yəni bu dərslərin təşkili üçün İstənilən halda, yəni təbii ki, burada səmərəli və keyfiyyətli prinsiplərindən söhbət gedir. Bu da ki, təhsil haqqında qanunun 3-cü maddəsində geniş şəkildə səmərəlilik prinsipi, həmçinin keyfiyyətli prinsip haqqında ayrıca bir mövzudur. Onu da oxuyub tanış olmağınızda fayda var. Yəni səmərəli və keyfiyyətli keçirilməsi üçün mütləq şəkildə hərbi kabinet və sinif otağı ayrılmalıdır. Daha sonra kim tərəfindən ayrılır? Yadda saxlayırıq, direktor tərəfindən. Daha sonra ibtidai hərbi hazırlıq dərslərinin mənimsənilməsində gənclərin şəxsi məsuliyyətini artırır. Onları ibtidai hərbi hazırlığın belə deyim, maddi tədris bazasının yaradılması və təkmilləşdirilməsinə cəlb edir. Yəni kim cəlb edir? Məktəbin direktoru cəlb edir. Tədris silahlarının, kiçik çaplı tüfənglərin, daha sonra onlara aid sursatların, yəni patronlardan söhbət gedir. Yəni bunların saxlanılması üçün xüsusi avadanlıqla təchiz edilmiş və mühafizə olunmuş otaqda təmin olunmalıdır. Tədris silahlarının, kiçik çaplı tüfənglərin lazım olduqda təminini təşkil eləyir və 3 ayda bir dəfə şəxs onların qeydiyyatının düzgünlüyünü və sazlığını yoxlamalıdır. Kim yoxlamalıdır? Təbii ki, məktəb direktoru və qarşılıqlı əlaqəni kimlə qurur? Hərbi rəhbərlə. Yəni bunlar belə deyim, məsul şəxslərdir və əlaqəli şəkildə işləməyə belə deyim, borcludurlar. Yəni biri digərinə tərs keçsin, bu mümkünsüz bir haldır. Çünki iş prinsipi pozulacaq bu zaman. Hərbi rəhbərə təlim prosesində metodik köməklik göstərilir. Kim tərəfindən köməklik göstərilir? Təbii ki, məktəb direktoru tərəfindən. Burada əsas məsələ, burada metodiki günlər də var hərbi rəhbərlərin. Həftə ərzində bir dəfə metodiki gün ayrılır. Yəni digər hərbi rəhbərlərlə fikir mübadiləsi aparılır. Yəni 4 gün isə hərbi fən dərsi, yəni çağırışa qədər ki, hazırlıq fənni tədris olunur. Yəni bunu mütləq şəkildə yadda saxlayın. Yəni bir gün ayrılır, metodiki gündür. Yaxşı. Daha sonra ibtidai hərbi hazırlıq fənni ilə başqa fənlər arasında əlaqə yaradılır. Ola bilər inteqrasiyalar olsun, yəni dərnək. Daha sonra burada lazım olan bir şey dərnəkdir, maraq kursları. Yəni bunlara marağı artırmaq üçün kurslar da təşkil edilə bilər. Yəni bu belə deyim, praktikada müşahidə olunan haldır. Amma inteqrasiyalar da ola bilər. Hərbi rəhbərin dərslərin gedişinə, gənclərin proqramı üzrə aldıqları biliklərin obyektivliyini nəzarət eləyir və belə deyim, ildə 2 dəfədən az olmayaraq ibtidai hərbi hazırlıq fənninin tədrisini, hərbi vətənpərvərlik, tərbiyəsi, işləmi və maddi tədris bazasının vəziyyətini və təkmilləşdirilməsi məsələlərinə görə pedaqoji şuralarda və direktoru, belə deyim sizə, daha dəqiqisi, direktor yanı müşavirələrdə baxılmasını təşkil edir. Bunlar vacib olan məsələlərdir. Burada bir şey deyim mən sizə. Mütləq şəkildə hər ikisi rəhbər vəzifə olduğu üçün sözsüz ki, hərbi rəhbər məktəbin direktoruna tabedir. Amma bunlar qarşılıqlı əlaqəli şəkildə işləməlidirlər. Yəni vəzifə öhdəlikləri elə bir şəkildə tənzimlənib ki, yəni biri digərindən ayrıla bilməz. Bunu yadda saxlayın. Hərbi və rəhbərin vəzifələri də ayrıca şəkildə qeyd olunur. Bunu da yadda saxlamaq lazımdır. Misal üçün, az öncə saydıqlarım bir cədvəldə direktorun vəzifələri kimi qeyd edeyim. İndi saydıqlarımı isə hərbi rəhbərin vəzifələri olmaqla qeyd eləməkdə fayda var. Çünki bu formada öyrənmək rahat öyrənmə formasıdır. Yəni bu belə öyrənəndə belə deyim, yadda daha asan qalır. Daha sonra biz keçək hərbi rəhbərin vəzifələri nələrdən ibarətdir, onlarla tanış olaq. Burada ibtidai hərbi hazırlıq rəhbərinin, yəni dərslərin vaxtında şəxsən təşkil edir. Kim təşkil edir? Hərbi rəhbər. Yəni da direktor gəlir, təşkil eləmir onu. Yaxşı, maraq üzrə kurslara və dərnəklərə də rəhbərlik eləyə bilər. Eləyə bilər yox, eləyir. Yaxşı, eləyə bilər, artıq orada hüquq məsələsi ortaya çıxır. Yəni eləyə də bilər, eləməyə də bilər, amma eləyir deyirik ki, yəni belə deyim, vəzifə qoyuruq da, elə bir ki, onun üzərinə bu məsuliyyət daşısın deyə. Burada məsələ nədən ibarətdir? Az öncə saydığımız kimi hərbi kabinetə, silah saxlanılan otağa, atıcılıq, ticarət yox, səhv dedim, atıcılıq tirinə, yəni burada məsələ nədən ibarətdir? O tirin sıfırlanması, ümumiyyətlə verilən hər hansısa bir metodiki vəsaitin
sazlanması, sazlanmasına nəzarəti hərbi rəhbər eləyir. Aydındır. Daha sonra hərbi rəhbər ibtidai hərbi hazırlığın maddi tədris bazasını təkmilləşdirir və yenidən qurur. Əgər çatışmayan bir material varsa və ya inventar, əyani vəsait və digər təchizat cihazlar və s. və axır bunların əldə edilməsi üçün təbii ki, rəhbərlik qarşısında təqdimatla çıxış eləyir. Yəni mənim üçün belə deyim, avtomat daraq lazımdır, yoxdur. Şagirdlərə göstərmək istəyirəm. Bununla bağlı təqdimat yazır. Aydındır. Daha sonra pedaqoji kollektivdə birlikdə hərbi vətənpərvərlik tərbiyəsi işlərinin gedişini, hərbi vətənpərvərlik hisslərinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması gününün qeyd edilməsi. Yəni burada məsələ nədən ibarətdir? Silahlı Qüvvələr gününü təntənəli şəkildə qeyd olunmalıdır. Amma burada məsələ nədən ibarətdir? O 26 iyun tarixinə düşdüyü üçün bunu biz əvvələ ata bilərik. Məsəl üçün iyunun əvvəllərinə və s. və yaxud da Zəfər günü geniş şəkildə qeyd olunmalıdır. Anım günüdür 27 sentyabr tarixi. Bunlar mütləq şəkildə qeyd olunur. Həmçinin Vətən müharibəsi qəhrəmanları, milli qəhrəmanlarımız, döyüşlərdə fərqlənən şəxslər, onlar tədbirlərə dəvət olunmalıdır. Lazım gələrsə onlarla bağlı kino filmlərin baxışı təşkil olunmalıdır. Bunların bütünlükdə təşkilinə kim rəhbərlik edir? Təbii ki, hərbi rəhbər rəhbərlik edir. Daha sonra burada bizə lazım olan məsələlərdən biri də ibtidai hərbi hazırlıq və hərbi vətənpərvərlik üzrə rayon yarışlarında və oyunlarında şagirdlərin iştirakıdır. Yəni bunlar da belə deyim, hərbi rəhbərin vəzifə öhdəliklərinə aid olan bir məsələdir. Gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagird tələbələrin arasında hərbi ixtisasların əhəmiyyəti haqqında geniş təbliğ. Bax, burada sual ortaya çıxır ki, niyə görə şagird və tələbə dedik? Çünki az öncə biz dedik ki, hərbi fənn, yəni ibtidai hərbi hazırlıq fənni harada keçirilir? Ümumi təhsil məktəblərində, peşə məktəblərində və orta ixtisas müəssisələrində təşkil edilir. Ona görə biz deyirik ki, şagird və tələbə. Yəni kollecdə oxuyana sən şagird deyə bilməzsən, ona sən tələbə deməlisən. Ona görə biz şagird və tələbə belə deyim, sözlərindən istifadə elədik. Daha sonra bizə lazımdır bir şey mülki ali təhsil müəssisələrində təhsilini davam etdirəcək və ibtidai hərbi hazırlıq müəllimi ixtisasına yiyələnmək üçün daha doğrusu gələcək hərbi xidmətə hazırlıq ilə əlaqədar da işlər aparılır. Yəni bildiyimiz kimi ali təhsil müəssisələrində də hərbi rəhbər vəzifə, yəni hərbi müəllim belə deyək də sizə daha rahat formada aşılansın deyə bu ixtisas belə deyim ali təhsil müəssisələrində var. Yəni bu da təbii ki, səhv eləmirəmsə 5-ci qrupda olmalıdır. Hazırlaşanlar üçün deyim. Yəni orada belə deyim, daha dərindən bu işləri öyrənmək olar. Gənclərin ibtidai hərbi hazırlığının təşkili və keçirilməsi qaydaları isə təbii ki, ümumi təhsil və orta ixtisas təhsil müəssisələrində ibtidai hərbi hazırlıq fənninin tədrisinə ümumilikdə 140 saat vaxt ayrılır. Peşə təhsil müəssisələrində ümumi orta təhsil bazasının qəbul olunmuş təhsil alanlar üçün təşkil edilən qruplarda isə ibtidai hərbi hazırlıq fənninin tədrisinə müxtəlif formalarda. Yəni burada il məsələ var. İl məsələsi var. Nədir burada məsələ? Yəni il gələnə nəzərdə tutulur. Misal üçün 1 il olan ilk peşə təhsili alanlara 40 saatdır. 2 il olan texniki peşə təhsili alanlara 80 saatdır. 3 il olan texniki peşə təhsili alanlara isə 124. Sonda isə yüksək texniki peşə təhsili alanlara, yəni 4 il müddətdən söhbət gedir. Bu zaman isə 140 saat vaxt ayrılır. Tam orta ümumi təhsil məktəblərinin, gimnaziyaların, liseylərin, həmçinin yuxarı siniflərin, peşə və orta ixtisas təhsil müəssisələrinin sonuncu kurslarında ibtidai hərbi hazırlıq dərsləri oğlanlar və qızlar üçün birlikdə keçirilir. Tibbi sanitariya dərslərinin isə ümumilikdə qızlar üçün 35 saat, qalan 6 saat isə oğlanlarla birlikdə keçirilir. Bunlar da belə deyim, test mərhələsində sizlərin qarşılaşa biləcəyiniz vacib materiallardan biridir. Ümumilikdə isə bu əsasnaməni bütöv şəkildə dərindən oxuyum, nəsə öyrənim, belə bir şey yoxdur. Çünki biz test mərhələsinə hazırlaşırıq. İşə qəbul olduqdan sonra təbii ki, öz peşəmizdə ixtisasını dərindən bilmək üçün bunları öyrənməkdə fayda var. Amma imtahanda ən çox dediyim kimi ümumi müddəalardan 3-cü hissədən 5-ci, qismən 4-cü və 5-cidən çox düşür. Yəni 5-ci nədir? Hərbi rəhbərin hazırlanması və təhsil müəssisələrində yerləşdirilməsidir. Yəni 4-cü hissəyə nisbətən 5-ci hissədən bir qədər çox suallar düşür. Daha sonra 6-cı hissədə təhsil müəssisələrinin hərbi rəhbəri və tibb
hazırlıq müəllimlərin ixtisaslarının artırılmasıdır. Buradan az hallarda suallar düşür. Bunu belə deyim. Demirəm oxumayın. Burada diqqət etməli olduğunuz məsələ nədir? Hərbi rəhbərlərə həftədə bir gün onun metodiki hazırlığı. Yəni az öncə mən sizə belə deyim, dərsin əvvəllərində dedim ki, əgər 5 günlük müəssisədirsə, 4 günü dərslərinə ayrılır, bir günü isə mütləq şəkildə metodiki hazırlığıdır. Yəni digər hərbi rəhbərlərlə birlikdə oturub fikir mübadiləsi və yeni metodlar ortaya qoymaq və s. və yaxud müzakirələr apara bilərlər. Yəni bir gün ayrılır. 6 günlük müəssisədirsə, təbii ki, burada da yenə eyni ilə bir gün ayrılmalıdır. Daha sonra yerli təhsil idarəetmə orqanları, təhsil müəssisələri, ərazi üzrə dövlət tipi müəssisələri və səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin yerli baş idarəsi, həmçinin idarə, şöbə və bölmələri, tip hazırlığı keçən müəllim və tip işçiləri üçün dərs ilinin də başlanğıcında, qış tətili günlərində metodiki məşğələlər də təşkil edilir və keçirilir. Vacib olan məsələlərdən biri də gənclərin ibtidai hərbi hazırlığı, maddi texniki təsisatı 7-ci hissədə bu barədə bəhs olunub. Ümumilikdə bunları mən sizin üçün niyə görə sayıram? Bunlar belə deyim, imtahanda belə deyim, nisbətən düşür. Misal üçün deyir ki, maddi təchizatın bazasına daxildir. Misal üçün nə daxildir? Hərbi kabinetdir, tədris silahlarının, yəni avtomatdır, kiçik saplı və pnevmatik tüfənglərdir, patrondur, hərbi sursatların saxlanması otağıdır. Yəni daha sonra atıcılıq tiridir. Yəni onda atıcılıq tiri də müəyyən məsafədir. Burada 25-30 metrdən az olmayan da, yəni bunlar nəzərdə tutulur. Yəni daha sonra sıra təlimi meydançasıdır. Daha sonra ola bilər nişan almanı praktiki öyrənmək üçün yerdir. Yəni bunlardan söhbət gedir. Daha sonra hərbi rəhbər, metodist və ya mütəxəssislərin əmək haqqında daha doğrusu maaş məsələsindən burada söhbət gedir. Əmək haqqının hesablanması qaydasıdır. Bu belə deyim məsələ burada nədən ibarətdir? Təhsil müəssisələrində ibtidai hərbi hazırlıq rəhbərlərinin vəzifə maaşları Azərbaycan Respublikasının belə deyim, fəhlə və qulluqçularının əməyinin ödənilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsasən ödənilir. Bu belə deyim, bütün tipdən olan ümumi təhsil, peşə və orta ixtisas müəssisələrində hərbi rəhbərlərin vəzifə maaşları həftədə 8 saat, ildə isə 360 saat tədris etdiyi ibtidai hərbi hazırlıq dərslərinin haqqı ilə daxildir bura. Yəni burada vəzifə maaşı artıq başa düşürsünüz necə? Təhsil müəssisələrinin ibtidai hərbi hazırlığı dərs saatları həftədə 8 saatdan az olanda hərbi rəhbər tam vəzifə maaşını alır. Necə alır? Yəni 8 saatdan az olduqda. Bunu yadda saxlayın. Həftədə 8 saatdan, yəni il ərzində isə 360 saatdan artıqdırsa tədris edilən saatlar, bu zaman isə əmək haqqı əlavə olaraq ödənilir. Bunları yadda saxlayın. Yəni bunlar belə deyim, imtahanlarda az hallarda düşür. Sadəcə olaraq bilməyinizdə fayda var. Təbii ki, iş vaxtı isə əmək müqaviləsinə əsasən tənzimlənir. Yəni əmək müqaviləsi bağlanarkən, yəni bilirik ki, iş vaxtı da əmək məcəlləsinə əsasən necə ayrılır? Mən sizə deyim, iş vaxtı ümumilikdə 3 forması var. Tam iş vaxtı, qısaldılmış iş vaxtı, bir də natamam iş vaxtı. Tam iş vaxtı həftəlik 40 saatdır. Qısaldılmış iş vaxtı isə müvafiq olaraq əmək məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində geniş şəkildə, izahlı şəkildə, yəni tam aydın şəkildə orada verilib. Hansı kateqoriyadan olan şəxslər həftəlik necə qısaldılma prosesi aparıla bilər, maksimum hədd nə qədərdir? Ümumilikdə qısaldılmanın maksimum həddi 36 saatdan çox olmur, amma orada yaş kateqoriyası belə deyim, haşiyə çıxaq bir daha vurğulayayım. Əgər şəxsin 16 yaşdan azsa, yəni işçinin yaşı 16-dan azdırsa, bu zaman 24-də sual ortaya çıxır ki, necə olur 18 yaşından azdırsa, bunu necə işə qəbul olur? Biz bilirik ki, əmək məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndində qeyd olunub ki, yaşı 15-ə tamam eləmiş hər bir şəxs əmək müqaviləsinin tərəfi ola bilər. Yəni, ona görə də mən az öncə dedim ki, yaşı 16-dan az olan şəxslər həftəlik 24 saatdan çox işləyə bilməzlər. Aydın, yəni, indi müəssisə neçə gün fəaliyyət göstərirsə, 5 günlük müəssisədir, 6 günlük müəssisəsə, təbii ki, 24, 5-ə və ya 6 günə bölünüb günlük iş vaxtı çıxarıla bilər. Daha sonra 16-18 yaşı olan işçilər üçün, həmçinin hamilə qadınlardır, 3 yaşına qədər uşağı olan valideynlərdir, daha sonra
əlilliyi müəyyən edilmiş şəxslərdir. Əlilliyi müəyyən edilmiş şəxslərdə mən sizə deyim 61-100% arasında dəyişən şəxslərdir. Köhnə qayda ilə isə ikinci və birinci qrup şəxslərdən söhbət gedir burada. Bu zaman ümumilikdə bunlara həftəlik olaraq 36 saatdan çox işləyə bilməzlər, az işləyə bilərlər. Təbii ki, rəhbərliklə razılaşma əsasında olan bir haldır. Daha sonra zehni, işin xarakterinə görə də belə deyim mən sizə qısaldılmalar müəyyən edilə bilər. Zehni, əsəb gərginliyi yaradan, fiziki, yüksək həyəcandır. Yəni həssaslıq olan işlər var ki, yəni bunlar işin xarakterindən söhbət gedir. Bu da hansı peşə sahibləridir? Müəllimlərdir, həkimlərdir, elektrotexniki qurğularda çalışan şəxslərdir. Yəni bunların da ümumilikdə maksimum işləməli olduğu vaxt həftəlik olaraq 36 saatdan çox ola bilməz. Yəni az ola bilər, amma çox ola bilməz. Müəllimlər üçün burada 36 saat, yəni 2 qrupa bölünür. O həmin 36 saat. Burada audit olunmuş hissə var, həm də audit olunmayan hissə var. Misal üçün biz adətən nə görürük? Müəllim dərsini keçir, gedir, yəni evinə gedir. Amma rəhbər, yəni müdür, yəni direktordan söhbət gedir, onu əlavə olaraq saxlaya bilər. Niyə saxlaya bilər? O audit olunmayan hissəyə görə saxlaya bilər. Bizim audit olunmuş hissə, belə deyim, akademik saatdır. Yəni necə deyim mən sizə? Mənim gün ərzində, ya həftəlik olaraq tutaq ki, deyirəm də, misal olaraq 18 saat dərsim var. Düzdür? 18 saat. Bu akademik saatdır. Yaxşı, bunu yadda saxla. Vaxt 36 saat isə mənim maksimum işləmə həddimdir. 36-dan çıxıram o akademik saatlarımın 18-i yerinə qədər qalır. 18 qalır da, düzdürmü? Bax, o 18 audit olunmayan hissədir. Və bu audit olunmayan hissə astronomik saatdan hesablanır. Yəni necə? Yəni 1 saat 60 dəqiqə kimi. Çünki akademik saatlarda 1 saat 60 dəqiqə deyil, 45 dəqiqə kimi hesablanır. Aydındır? Yerdə qalan hissə, yəni dediyim audit olunmayan hissə həftənin günlərinə, yəni həftənin günlərinə deyəndə, yəni işin günlərindən söhbət gedir, iş günlərindən söhbət gedir təbii ki, bölünür. Həmin saat qədər də əlavə olaraq rəhbərlik tərəfindən müəllim məktəbdə, yəni təhsil müəssisəsində saxlanıla bilər. Natamam iş vaxtı isə Əmək Məcəlləsinin 94-cü maddəsindədir. Burada da ki, məsələ nədən ibarətdir? Həftəlik, aylıq, illik olmaqdan, yəni belə deyim, tərəflərin razılığı əsasında bu məsələ öz həllini tapan bir məsələdir. Ümumilikdə isə bugünkü dərsimizdə gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 119 saylı qərarı haqqında danışdıq sizlərə. Yəni ümumilikdə, yenə deyirəm mən sizə, bu qərarı bütöv şəkildə əzbərləyib imtahan getməyə ehtiyac yoxdur. Çalışın bunu anlayaraq öyrənin. Yenə deyirəm, ümumi müddəalar var ki, burada, yəni birinci bölməsi o vacibdir. Daha sonra gənclərin ibtidai hərbi hazırlığına rəhbərlikdir. Bu da vacibdir. Yəni ikinci bölmədən söhbət gedir. Daha sonra təhsil müəssisələrinin direktor və hərbi rəhbərlərin vəzifələridir. Bunu da qismən şəkildə öyrənin və dediyim kimi cədvəl halına salın. Direktorun vəzifələri nədir? Hərbi rəhbərin vəzifələri nədir? Daha sonra gənclərin ibtidai hərbi hazırlığının təşkil və keçirilməsidir. Yəni burada müəssisələrdə, yəni ümumilikdə dediyim kimi ümumi təhsil müəssisələrində, həmçinin orta ixtisas təhsil müəssisələrində tədrisinə 140 saat vaxt ayrılır, amma peşə məktəblərində belə deyil, yəni ilə görə fərqli ola bilər. Bir ildə, misal üçün, bir il təhsil alanlar üçün peşə təhsil alanlara 40 saatdır, 2 il texniki peşə təhsil alanlara 80 saatdır, texniki peşə təhsil alanlar, amma 3 il ərzində alırsa, bu zaman olur 124, 4 il ərzində təhsil alacaqsa, yüksək texniki peşə təhsili alanlardan söhbət gedir. Bu zaman isə 140 saat olmaqla ayrılır. Dediyim kimi 4-cü bölməni oxuyun, 5-ci bölmədən məlumatınız olsun, 6-cı bölməni bir qədər yaxşı oxusuz kifayət edir. Yəni çox güman ki, oradan bir sual düşmə ehtimalı var. Bir də ki, gənclərin ibtidai hərbi hazırlıq maddi texniki təchisilatıdır. Buradan da bir qədər oxuyub yadda saxlamağınız fayda var. 8-ci mövzunu isə dərindən oxumağa yox, sadəcə olaraq yəni anlayışın olması üçün vacibdir. Yaxşımı? Ümumilikdə isə bir daha qeyd edeyim ki, İmtahanlar, yenə deyirəm, yaxın zamanlarda başlayacaq. Əlaqə saxlamaq istəyənlər 05759 1379 nömrəsi ilə əlaqə saxlasınlar. Yəni imtahana düşəcək qanunvericilik hissəsini mən tədris eləyirəm. İKT və məntiq üzrə isə materiallar göndərirəm. Ümumilikdə yenə deyirəm mən sizə, İKT dərin şəkildə düşmür. Yəni sadə
məsələlərdən suallar düşür. Yəni məsələ deyəndə hesabi məsələlər deyil burada. Nəzəri hissələr var, bir də ki, ofis proqramlarında ən çox bundan düşür. Bir də kompüterin hardware hissəsindən, yəni təchizat hissəsindən suallar düşə bilər. Təbii ki, software'dir, brainware'dir, amma dərin olaraq arxitekturalardan suallar düşmür. Məntiq isə bildiyimiz dövlət qulluğu, həmçinin magistratura səviyyəsində düşmür, sadə formada düşür. Özünüzü qorxuzmayın, imtahandır, bu il olmur, növbəti il ola bilər. Yəni alınacaq mütləq şəkildə sadəcə olaraq inamınızı özünüzdə formalaşdırın. Hər birinizə uğurlar arzulayıram. Çox sağ olun, minnətdarım. Kanala abunə olsanız şad olurum.